Birhədli nədir deməli? Birhədli olacaqdır, əmsal və dəyişənlərdən ibarət bir hasildir. Məsəl üçün, bizdə olacaq 3a kvadratı b və yaxud da 3c kubu və yaxud da ki, eləcə d üstü 4. Bunların hər birisi birhədli olacaqdır. Bəs yaxşı, birhədlilər hansılar birhədli olmayacaqdır bəs? Məsəl üçün, deyir ki, bizə 4də 1 a üstü mənfi 3 ifadəsi. Qüvvətdə mənfi varsa, bu artıq birhədli deyildir. Niyə birhədli deyil? Çünki bu məxrəcə düşməsi deməkdir. Yəni, a üstü 3də 1 deməkdir. Və burada a dəyişənin 0 qiymətini ala bilmir. Birhədli odur ki, istənilən qiyməti ala bilsin. Çünki biz ora məhdudiyyət qoyası olsaq, o zaman bu deməli, birhədli olmayacaqdır. Başqa hansılardır? Kök altına girənlər. Məsəl üçün, biz yazsaq ki, burada əgər 5a üstü 2də 1 ifadəsi, bu artıq o deməkdir ki, 5 kök altında a deməkdir. Yəni, buradakı məxrəc kökün dərəcəsidir, sürəti isə bunun qüvvəti olmuş olacaq, yəni a üstü 1. Və burada da a mənfi ala bilmir deyə yenə bir məhdudiyyət yaranır, yenə bu birhədli olmayacaqdır artıq. Birhədli ola bilməsi üçün qüvvət natural qiymət olmalıdır. Nə kəsir olmaz, nə mənfi olmaz. Sadəcə və sadəcə natural qiymətlər almalıdır. 1, 2, 3 bu kimi. Bəs yaxşı, dərəcə anlayışı var bir də burada. Məsəl üçün, bizə veribdir 4a kvadratı, a kubu, b üstü 2. Bizə deyir, bu birhədlinin əmsalı və yaxud da ki, dərəcəsini tapın. Əmsalı deyəndə siz burada qabaqda duran ədədi nəzərdə tutursunuz, 4-ü. Dərəcə deyəndə isə qüvvətlərini toplayırsınız, 5 demiş olacaqsınız. Məsələn, bu tipli misallar necə olur? Sizə deyilir ki, məsəl üçün, m vurulsun a üstü 2, b üstü n ifadəsi. Deyir, m bunun əmsalıdır, n də onun dərəcəsidir, məsəl üçün. Deyir ki, bunların hansı qiymətində əmsalı qüvvətindən 2 dəfə çox olacaqdır. Biz bunu necə istifadə edirik? Əmsalı çox olacaqdır. m bərabərdir, sağdakının 2 misli. 2 üstə gəl n-i biz 2-yə vurmuş olacaq. Artıq indi düzü burada m-i bizə verməlidir hansınısa. Məsələn, bura olsun 10 qiyməti. Yəni, bura 10-dursa, onu 2-yə bölürsünüz, qalır burada 5 qiyməti. Bu ikisinin cəmi 5 olmalıymış. N-i tapırsınız ki, 3 imiş. Yəni, belə misallar olacaqdır. Çoxhədlilər nədir bəs? Çoxhədlilər birhədlilərin cəbri cəminə biz çoxhədli demiş olacaq. Yəni, bir neçədən birhədliliyimiz olsun, 3a kvadratı b, üstə gəlsin bir dənə də başqa olsun 4a c kubu, çıxılsın bir dənə də 5d kvadratı falan filan. Belə bir ifadə olsa nə baş verəcəkdir? Bu artıq çoxhədli adlanacaqdır. Çünki hər birisi ayrı-ayrılıqda nədir? Bir hədlidir bu hissəsi. Bir hədlidir. İşarəsindən bir yerdə təbii ki, burada mənfi idi. Aha. İndi bizə çoxhədlinin nəyini soruşa bilər? Bilər ki, dərəcəsini tap məsələn. Burada təbii ki, əmsal deməyəcək, çünki bir neçədən əmsal var. Deyə bilər, əmsalların cəmi, onda buradakı əmsalları toplayacağız yəni artıq. Və mənfi 5 olaraq nəzərə alsınız bunu. İndi bizə veribdir, məsəl üçün elə başqa bir ifadə verək. Deyir ki, məsəl üçün bunun dərəcəsini tapın. Dərəcəsini necə tapacaqsınız? Bir dəfə bunun ayrılıqda dərəcəsini hesablayırsınız. 2 ilə 3-ün cəmi 5 edəcək. Bir dəfə də bu birhədlinin dərəcəsini hesablayacaqsınız. O da 4 ilə 7-nin cəmi 11 verəcək. Bundan sonra isə 5 ilə 11, yəni müqayisə edirsiniz. Ən böyük hansı olsa, siz artıq onu dərəcəsi olaraq götürəcəksiniz. Yəni, burada dərəcəmiz olacaqdır 11 qiyməti artıq. Çoxhədlilərlə bu qədərdir. Bir də çoxhədlilərlə əksəriyyət etibarilə misallar verir. Məsəl üçün, verir 2də 1, a kvadratı b üstü 3, üstü, məsəl üçün 2, hətta 3 verək. Vurulsun, məsəl üçün, burada da olsun, 4 b kvadratı, yox, a üstü mənfi 3, b kvadratı. Deyir, bunun üstü 4 olsun, 2 olsun necə. Deyir ki, bunun məsəl üçün əmsalını tapın və ya dərəcəsini hesablayın və ya sadələşdirin deyə bilər. Gəlin birinci sadələşdirək, sonra əmsal desə neyniyərik, dərəcə desə neyniyərik. Deməli, birinci bunu sadələşdirsək, bu dərəcə hər birisinin qüvvətində ayrı-ayrılıqda vurulur. 2də 1 üstü 3 bizə verəcəkdir 8də 1 qiymətini. Sonra, hətta bura mənfi 4 yazaq. A üstü 2, 2-ni 3-ə vuracaq, olacaq A üstü 6. B üstü 3-ü 3-ə vuracaq 9, vurulsun. Mənfi 4-ün kvadratı bizə müsbət 16 qaytaracaqdır, vurulsun 16. Vurulsun, A üstü mənfi 3-ü 2-yə vururuq, olacaq mənfi 6. B üstü isə 4 eləmiş olacaqdır. İndi 16 ilə 8 ixtisar gedir, qalır burada 2, olacaq əmsalı 2. A üstü 6 mənfi 6 toplananda bizə verəcək 0 qiyməti. Yəni A üstü 0-da bizə 1-i verir, yazmıram.
B üstü 9 ilə B üstü 4 vuranda qüvvətlər toplanır, 13 eləmiş olacaqdır. Bu bizim bir hədlimizdir artıq və dərəcəsi 13, əmsalı 2 eləmiş olacaqdır artıq. İndi bizə desək ki, dərəcəsini tapın və ya əmsalını tapın. Əmsalı tapanda nə edirsiniz? Bu dərəcəni birbaşa ədədin qüvvətinə gətirirsiniz. Burada da eyni qayda. Çünki əmsalı istəyir axı. Sonra da bunları vurursunuz. O da sizin yekun cavabınız. Yəni 2-ni əldə eləmiş olacaqsınız. Dərəcə istəsə nə edəcəyik bəs? Dərəcə istəyəndə bunu ayrılıqda vuracaq. Bunda. Burada da eyni qayda. Sonra hamısını toplayacaq birbaşa. O da bizim olacaqdır artıq dərəcəmiz. Bir də başqa ifadə də verə bilir. Deyir ki, məsəl üçün, belə misal var və deyir ki, bizə dərəcəni tap, bu çox hədlinin və sərbəst həddini tap və yaxud da sərbəst həddi tapanda nə edəcəksiniz? İşarəsini götürürsünüz, qüvvətli yazısınız bunun üzərinə. Eyni qayda burada da eyni şey icra edirsiniz. Burada eləcək 1, burada eləcək 64. 64-ü 1-ə vuranda, deməli sərbəst həddi tapıram ki, 64 olmuş olacaqdır. Bəs yaxşı, dərəcə nə olacaqdır? Dərəcədə isə hər bir mötərizə içərisindəki çox bir hədlilərin ən böyüyünü tapırsınız. Məsələn, burada ən böyük dərəcəyə malik olan bir hədli hansıdır? A kvadratı B. Bəs burada hansıdır? O 2B kvadratı S kubu. Çünki bir hədlinin dərəcəsi ən böyük olan seçilir içərisindən. Onda bunun dərəcəsini də vurursunuz, bunun da dərəcələrini vurursunuz. Sonra isə arada vurma var deyə qüvvətlər, yəni ədədlər eynicə, vurarkən qüvvətləri toplayırıq da. O zaman biz toplayacağıq qüvvətlərini. Yəni bu şəkildə ona vurursunuz. Arada vurma işarəsi olanda isə toplayırsınız. Məsələn, burada 2 ilə 1-i toplayırıq. Neçə elədi? 3. 3-ü vururuq 2-yə, 6. Üstə gəlinsin, arada vurma var deyə üstə gələcəm. 2 ilə 3-ün cəmi 5 eləyəcək, 5-i 3-ə vuranda 15 eləyəcək. Toplayanda 21. Deməli, çox hədlinin dərəcəsi nə oldu? 21 qiymət olacaqdır artıq. Bu da bizim sürətli həll metodlarımızdan biridir. Müxtəsər vurma düsturlarımıza. Birinci müxtəsər vurma düsturu ən çox lazım olan bizə hansıdır? A kvadratı çıx B kvadratı düsturu. Buraxılış imtahanında yəni çox düşən düsturlarımızdan da biridir bu. Yəni daha çox istifadə olunur. Bir dəfə çıxırsınız, bir dəfə də toplayırsınız artıq. Bir də bunu əvvələ yığmalı olursunuz. Orada da nəyə diqqət edirsiniz? Həmişə əvvələ yığanda toplama hissəsinə baxmırıq. Çünki toplananların yerini dəyişə bilirəm. Burada B plus A da yaza bilərdim. Yəni eyni şey olacaqdır. Biz əsas orada çıxma olan hissəsinə baxırıq. Yəni burada birincinin kvadratından çıxıram, ikinci düsturumuz. Buna aid bir də misal yazaq. Məsəl üçün bizə verib deyir 64 A kvadratı A üstü 4 olsun, A üstü 4 çıxılsın 1. 1'in kvadrat şəklində yaza bilirik. Bəs burada 64'ü necə yazacağıq? Hamısı burada kvadrat şəklində göstərməliyəm. Olacaq bu 8'in kvadratı. A üstü 4'ü isə 2 üstü 2 kimi yazacağım. Birinci biz nə edəmişik? Kvadratlarını silib olduğu kimi köçürtmüşük. Eyni qayda burada. Kvadratları sildim. 8 qaldı. Bir də A kvadratı qaldı. Çıxılsın 1 qaldı. A kvadratının üstündəki kvadratı sildik. Altındakı qaldı amma. Bunlar olandan sonra da təzədən bir də bura baxmamıza ehtiyac yoxdur. Bir də eynisini köçürdürsünüz. Sadəcə arada bir dənə toplama yazsınız. Bitdi, getdi. İndi gəldik bir də kvadratlar cəminə. A kvadrat üstə gəlsin B kvadrat bərabərdir. A üstə gəlsin B. Bir dəfə kvadratları yenə silirsiniz. Mötərizə kvadrat çıxılsın 2AB olacaq. Bir də bunun eynisi sadəcə arada bir dənə çıxma olacaq. Dördüncü düsturumuz. Burada da bizə necə verir? Bizə deyir ki, məsəl üçün AB hasili 3'dür. AB cəmini verir ki 4'dür. Bizə deyir A kvadrat üstə gəlsin B kvadratını tap. Ədədi fikirləşə bilərik əslində 3 ilə 1'dir. Sadəcə biz bura indi elə bir qiymət verək ki, fikirləşə bilmədiyiniz bir ədəd olsun. Məsələn, vuranda 3 eləsin, cəmi də 5 eləsin. Elə bir ədədi tapmaq qeyri-mümkün olacaq da artıq. İndi nə edəcəyik belə olan halda? Bunu düsturla istifadə edəcəyik. Sadəcə biz bilmirik, bunu mu eləyək, yoxsa bunu mu eləyək? Hardan istifadə edəcəyik? Yəni, hardan bilək? Burada cəmini bizə verir. Onda cəmi olan düsturunu istifadə edəcəyik. Yazırıq ki, bərabərdir. Cəmi olan düstur, A üstü gəlsin B mötərizə qalacaq, 2AB olacaqdır. İndi AB cəmi 5'dir. 5'in kvadratı çıxılsın, 2 vurulsun, AB hasilində 3'dür. 2 dəfə 3 eləyəcək bizdə 30. 5'in kvadratı 25'dir. 2 dəfə 3 isə 6 verəcək. Çıxırıq 6'nı. 25'dən 6 çıxanda bizə nə verəcəkdir burada? 19 qiymətini verəcək. Deməli, cavabımız da 19'dur. Dördüncü düsturumuz. A üstə gəlsin B-nin mötərizə kvadratı nəyi verəcək? A kvadrat üstə gəlsin 2AB, üstə gəlsin B kvadrat olacaqdır. Yəni, necə asırıq? Necə deyirik bunu? Birincinin kvadratı üstə gəlsin. Birincinin ikinci hasilinin 2 misli
üstə gəlinsin ikincinin kvadratı şəklində deyəcəyik. Və əsas nəyə diqqət eləyək olar burada? Müxtəsər vurma düsturlarında mötərizə yoxdursa, mötərizə ilə açılacaqdır. Mötərizə varsa, mötərizəsiz açılacaqdır. Bunlara diqqət edək. Çünki uşaqlar əsasən kublarda falan qarışdırırlar. Məsələn, kublar cəmində və ya başqa bir ifadələrdə. İndi 5-incisi olacaqdır bizdə A çıx B-nin mötərizə kvadratı bərabərdir. A kvadrat çıx 2AB üstə gəlinsin B kvadratı şəklində olacaqdır. Yəni eynicisi sadəcə çıxma var deyə birincisində çıxma olacaqdır. Və ya bu düsturları yadınızdan çıxarsa necə aça bilərsiniz? A çıx B-ni vurarsınız təzədən bir də A çıx B-yə. Bir dəfə bunu vurarsınız, bir dəfə bunu vurarsınız, sonra bunları, sonra toplayıb sadələşdirəndə yenə oradakı alınacaq. Yəni yadınızdan çıxsa bu üsulla da əldə edə bilərsiniz. 6-cı. İndi kublara keçirik artıq. Olacaqdır A üstü gəlinsin B-nin mötərizə kubu. Baxın, mötərizə varsa mötərizəsiz açılacaqdır. Olacaqdır birincinin kubu. Sonra üstə gəlinsin. Üstə gəlirsə hamısında üstə gəl olacaqdır. 3 vurulsun, birincinin kvadratı vur, ikinci. Üstə gəlsin. Bu səfər 3A B-nin kvadratı. Yəni bunların yerlərinin də önəmi var. Üstə gəlsin, sonunda da B kubu. Bu da yenə də yadımızdan çıxsa nə edə bilərik? Ən axırıncı üsul. 3 dəfə bu şəkildə yazarıq, indi toplama şəklində. Sonra da üçünü də vurarıq. Axırda yenə də belə bir nəticə əldə eləmiş olacağıq. Bir də bunun çıxma olan tayı var. Çıxma olanda necə eləyəcəyik bəs? Burada artıq arada çıxma varsa, üstəgəl mənfi, üstəgəl mənfi bu şəkildə davam edəcək. Məsələn, burada üstəgəlmədir, sonra çıxar olacaq. 3A kvadratı B. Burada birinci hansı gəlirsə o önəmlidir. İlk iş o kvadratı yüksələcək və əvvəli mənfi olacaq. Sonra 3A B kvadratı, sonra da üstə çıxılsın təzədən B kubu. Müsbət, mənfi şəkildə davam edir. Sonra gəlirik 8-ci düsturumuza. Artıq burada A kubu çıx, üstə gəl B kubunu yazırıq. Mötərizəsizdirsə, mötərizə ilə açacağıq. İndi burada kubları silirik. Necə ki, burada kubları, kvadratları silmişdik, eyni qayda. Kubları silirik, bir dəfə olduğu kimi köçürdürük. Sonra isə çıxma olan düsturumuz hansıydı mötərizə kvadratında? Buna bənzəyir, amma ikisi olmayacaq sadəcə. Olacaq A kvadratı çıx AB, üstə gəlsin B kvadrat şəklində olacaq. Və nəzərimizə çatdıraq ki, müsbətdirsə əgər birincisi, arada da toplama açaq. Onda digər tərəfdəki birinci mənfi olmuş olacaqdır. 9-cu düsturumuz və sonuncu düsturumuz A kubu çıx B kubu nəyə bərabərdir? Bir dəfə kubları silirik, olduğu kimi yazırıq. Digər tərəfdə isə kvadratlar ilə hamısı standart cəm şəklində. Buradakı düsturumuza oxşuyur, sadəcə ikisi yoxdur. Yəni belə fikirləşək, 2 burada olsaydı biraz mənasız olacaqdı da. Həm bu olsun, həm bu olsun, yoxdur da elə bir şey. Ona görə bir dənə fərqlənməlidir. Fərqlənmə üstündə eləcə AB yazmış olacaq. Bir də bəzən törəmə düsturlardan da istifadə etməli oluruq. Onu da əzbərləməliyikmi? Yox. Çünki bunları bir-birlərinə əlaqələndiririk, belə deyim. Məsələn, A kvadratı ilə B kvadratı bu iki dənə düsturdan birini istifadə edə bilərik yerində və yaxud da buradakında. Elə iki dənəsini həm burada istifadə eləyəndə 4 dənə əlavə müxtəsər vurma düsturu ortaya çıxacaqdır. Əsas müxtəsər vurma düsturlarımız bunlardır. Bunlardan istifadə eləmiş olacaq misallar. Bizə misallar verir və deyir bunun ən böyük qiymətini tap və ya ən kiçik qiymətini tap. Elə misallardan nə edirik? Deməli, əslində bizə belə verilsə, x kvadrat məsəl üçün, üstə gəlsin ax kvadrat üstə gəlsin, b üstə gəlsin, c ifadəsi verilsə, əslində bu ən rahatıdır. Siz burada ən kiçik qiymət və ya ən böyük qiymət tapa bilməyiniz üçün bizə nə düstur bilməlisiniz? O da y0 düsturudur. Olacaq 4ac çıx b kvadrat bölünsün 4a düsturu. Bunu istifadə edərək biz bu ifadənin ən böyük və ən kiçik qiymətini tapmış olacaq. Bu əslində funksiyalarda təpə nöqtəsinin koordinatının y qiymətidir. Yəni o cür tapırıq əslində. Biz fikirləşirik ki, məsəl üçün bizə veribdir y bərabərdir və yaxud da ifadədə veribdir elə. Veribdir ki, modul x üstə gəlsin 3 ifadəsi. Artıq burada biz fikirləşirik ki, moduldur. Modul ən aşağı neçə alacaqdır? Mənfi çıxmır da oradan. Ən aşağı 0 alacaqdır. Artıq 0 üstə gəlsin 3 kimi fikirləşirik. O da bizə 3-ü verəcəkdir. Amma hər səfərdə 0 içərisində vermirik. Bəzən bu 0-ı almaya da bilir. Necə? Məsəl üçün, ola bilərdi burada modulda x kvadratı plus 3 ifadəsi. Artıq burada x kvadratı üstə gəlsin 3 ifadəsini 0-a bərabər edəsək, olacaq x kvadratı bərabərdir mənfi 3 qiymətinə. Və bu da olmur da, yəni bu kompleks kökdür. Bizə də həqiqi kök lazımdır. Ona görə belə olan halda isə siz kvadrata ən aşağı verirsiniz. Ən aşağı o da 0 alacaqdır. 0-la da 3-ün cəmi bizə verəcəkdir 3. Moduldan da 3 çıxır. Üzərində də 3 gələndə nə eləyəcəkdir? 3-ün 3-ün cəmi bəli 6 eləmiş olacaqdır artıq. Yəni hər səfərdə qaçıb tez 0 verməyək. Təkcə modulda yox, digər kvadrat da ola bilər. Məsəl üçün
verə bilərdi ki, x kvadratı plus 4 ifadəsi. Deyirik ki, hə, kvadratdır, ən aşağı 0 verək, 0 verəndə üstəgəl 4 olur və ən kiçik qiyməti olacaq bunun 4 qiyməti. Amma hər səfərində belədirmi? Yox. Bəzən burada kvadrat verir, içəridə isə x kvadratı üstəgəlsin 3 qiyməti verəcəkdir. Hə, bu da yuxarıdakından eyni bir situasiyadır. Burada ən aşağı 3 çıxır, 3-ün kvadratı 9, üstə də 4 gələndə 13 eləmiş olacaqdır. Cavabımız da 13 olacaqdır. Yəni, hər səfərində birinci bir yoxlayaq görək, içəri 0 alırmı? Məsəl üçün, burada çıxaq 3 olsaydı əgər, bəli, bura x-ə mən kök 3 versəm, bu kvadratı 3-ü verir, çıxıram 3-ü 0 edir və 0-a çevrilir. 0-ın da kvadratı 0 edir, üzərinə 4 gəlsəm, mənə 4-ü verəcək. Deməli, ən kiçik qiymət oldu 4. Məsəl üçün, veribdir burada ax kvadrat gəlsin, bx gəlsin, s ifadəsi bərabərlə 0-a. Bir də bunun başqa versiyası x kvadrat gəlsin, bx gəlsin, s bərabər 0. Bu ikisinin arasındakı fərq nədir deyə bilərsiniz? Birində a var, birində a-sı 1-dir. Yəni, bunu nəzərə alacaq. İndi burada V7-də necə deyirik? Deyirik ki, köklərin cəmi nəyə bərabərdir birinci növbədə? Köklərin cəmi olacaqdır. Ortadakının əksi, yəni mənfi b bölünsün a olacaqdır. Amma burada köklərin cəmi isə elə birbaşa mənfi b-ni götürmüş olacaq. Burada 1-dir deyə 1 eləyəcək. Burada köklərin hasili bizə nəyi verəcəkdir? Sərbəst hədd bölünsün x kvadrat əmsalı. Yəni, s bölünsün a olacaq. Fikir verirsə, s müsbət ilə müsbət olaraq götürdüm. Sadəcə b-nin işarəsini biz dəyişirik burada. Bu hissədə də x1 vurulsun x2 bərabərdir nəyə? Elə birbaşa s olmuş olacaqdır. Artıq mən x kvadrat əmsalına bölməyimə ehtiyac yoxdur. Misalda bir 40%, 50% ehtimallə bunu verir. Digər faizdə də artıq bunu verəcəkdir. Yəni, əsas düsturumuz budur. 1 olanda isə elə birbaşa deyə bilirik bu hissədə. Bundan sonra biz də bir də V7 vasitəsilə sadə vuruqlara ayıra bilirik. Vuruqlara necə ayıracağıq? Məsəl üçün, bizə misalda deyibdir ki, x kvadratı çıxılsın, məsəl üçün, bizə nə desin? Çıxılsın, x üstə gəlsin 6-dırmı? Yox, çıxılsın 6-dır. Aha. Bizə belə bir misal verilibdir. Deyib, bunun vuruqlara ayır. Yəni, düsturumuz, yəni qaydamız necə olacaqdır? Hər ikisində, yəni x kvadratı nəyə vuranda x kvadratı alınır? X-ı x-a vuranda bərabərdir 0. İndi, burada biz belə fikirləşirik. Vuranda 6 eləsin, çıxanda buradakı əmsal, yəni 1 eləsin. Vuranda 6, çıxanda 1. Hansı ədədlərdir bunlar? 3 ilə 2-dir. 3 ilə 2. İndi, buradakı işarə böyük ədədimizin işarəsidir. Yəni, 3-ün işarəsidir. Bura olacaqdır mənfi. Mənfini nəyə vuranda mənfi alarıq biz? Müsbətə. Artıq bunu 5-6 əmsalda bunu tətbiq eləsəz, yəni çox rahatdır, elə birbaşa gəzməyə çıxırsınız da, yəni beləcə dolayı yolla gəlib cavabı alırsınız da, yəni rahatca. Bir də siz vuruqlara ayıra bilmirsiniz fəziləyə ki, çox qəliz bir ifadədir. Siz onda nə edəcəksiniz və misalda da vuruqlara ayır deyir. Onda siz diskriminant tapıb köklərlə də davam edə bilirsiniz. Məsəl üçün, elə eyni ifadəni təzədən yazıram. X qatsıq x minus 6 bərabər 0. Onda siz diskriminant istifadə edəcəksiniz. Diskriminant nəyə bərabərdir bu ifadədən? Diskriminant bərabərdir b kvadrat çıx 4ac. İndi bunu tapacaqsınız. Sonra da kökləri tapanda x1 bərabərdir mənfi b. Bir dəfə üstə gəlir kök altında diskriminant. Plus minus yazacaq elə birbaşa. Burada da 2a olacaqdır artıq. İndi gəlin buradan tapaq. Diskriminant bərabərdir burada. 1-in kvadrat 1 çıxılsın 4 vurulsun mənfi 6. O da mənfi 24 eləyir. Arada toplama olacaq. Müsbət 24. O da bərabərdir 25-ə. Kök 1-i tapanda mənfi b, yəni mənfi 1. O da bizə müsbət 1 eləyir. Bir dəfə üstə gəldim kök altının diskriminantı. Burada kök yazmışıq. O da bizə 5-i verəcək. Bölünsün 2a, o da 2-ni verəcək. Sürətin cəmi nə elədir? 6. 6-nı da 2-yə böləndə bizə 3-ü verəcəkdir. Bir də ikinci kökə baxırıq. 1 çıxılsın 5, bölünsün 2. 1-dən 5 çıxanda mənfi 4, mənfi 4-ü 2-yə böləndə mənfi 2. Kökləri tapdıq. İndi nə edəcəyik? Buradan yazıram. x1 bərabərdir 3, x2 bərabərdir mənfi 2. Bu 3-ü sola tulluyuruq. Olacaqdır x minus 3 vurulsun. Buradakı mənfi 2-ni sola tulluyuruq. Olur x plus 2 ifadəsi. Vəssalam. Bu da olacaq bizim vuruqlara ayrılması. Deyəcəksiniz, bu necə oldu? Bu sola keçiləndə x minus 3 bərabər 0 olur. Burada da sola tullayanda x plus 2 bərabər 0-dır. Zaten 0-0 vuranda yenə 0 edir. Dəyişən bir şey yoxdur. Ona görə bunlarda rahatca biz vura bilərik. Yenə də eyni şey olmuş olacaqdır. Vuruqlar ayırmada bu qaydadadır. Başqa da ki, V-də dedik, bunu da dedik, qurtardı.